Bizi harasa aparırdılar. Bax biz 90'dan aşağını. Bizə deyirdilər ki, evdə yedizdirdilər, çizdilər. Hara getdiniz, əl atmayın, o yemin. Yazıqca 3 saat otururduq. Piçən yiyirsən. Məsələn, çiyələk mövsümdə almayacaqlar, sən üçün çiyələk. Çiyələk almaq olurdu. Çiyələk isə evimizdə var. Harada var. Ağzından siyrilə gəlirdin evə. Ki, nə var, anon deyib ki, bir dənə belə girdi. Piçən isə o momentdə anova baxdı, anon. O vaxt ki, qadınlara botoks eləyə bilərdi. İndikilər, Firuz. O istəsə də mimikası dəyişmir axı. Qaş belədir. Botoks eləyənlər də kosmetologlar yazıb. Stres olmaz. O da deyir ki, mən niyə gedib 170 man, 200 man pul vermişəm üzümə. Hamısın qaşı. Firuz elədir. Bizimkini